Salam əziz izləyicilərimiz, bugün Sabirabad rayonunda satışa çıxan həyətimizi sizə təqdim edirəm. Baxardınız, bura küçədən giriş hissəsində elektron darvazadır. Çox gözəl, səliqəli həyəti bacası var, qulluq olunmuş həyətdir. İndi bir-bir hamısını sizə təqdim olunacaq. Bura həyətin girişində belə bir səliqə, səxman yaradılıb. Hamısı cavan ağaclarda əkilib. Bütün güllərdən, dekorativ güldən tutmuş, qızıl güllərin hər növündən əkilib bu həyətə. Bu gördüyünüz artizan su quyusudur. Baxardınız, bura bisetkanın da içində yerdən təndir də qurulub bura. Bütöv üç tərəfi daş asardı, evin arxası dəmir şifirlə bağlanıb, hasarı dəmir şifirdir. Çəkiliş payız ayında olub deyimlə, yəni o dərəcədə təqdim olunmur, yaşıllığa görə deyirəm, amma bu həyətində olan hamamı. Bura santer qovşağı. Bura əl damsıdır həyətdə. Çox səliqə səhman yaradılıb, təzə tikili evdir. İndi isə sizə evin içərisini təqdim eləyəcəm. Bura evin girişində olan açıq balkonudur. Sənəd elektron paket kupçadır. Bura girişində olan balaca mətbəxidir. Bura hamam, santer qovşağıdır, tam təmirli. Yəni təzə təmirdən çıxıb. Bura zal hissəsidir. Qiyməti 50.000 manata inşallah satışa çıxıb. 2 otaq, bir zaldır. Bura yerləşir. Bu da elektron paket kupçasıdır. Bura yerləşir Sabirabad rayonunun 2-ci quruğunda. Bura bir yataq otağı. Bura 2-ci yataq otağı. Burada bu taxt qiymətə daxildir. Allah alana da satana da xeyrin versin. Kim istəsə profildə nömrəm qeyd olunub. Takibatı paylaşmağı da unutmazsınız. Allah xeyrin versin. Yenə də təkrar edirəm. Sabirabad rayonunun 2-ci quruğundadır. Bura.